Ağciyər meridianımızın saatına uyğun müsbət hərəkətlər edəriksə, yəni onun istədiyini edəriksə, bu çox gözəl effekt verəcək. Quran-ı Kərimdə də bizə namaz qılmaq proqramı verilib. Namaz qılmağın tibbi cəhətdən əsası həmin o bioloji saatlara əməl etməkdir. Üstdən beşə biz bioloji aktiv nöqtələr var, ağciyər meridian nöqtələrində döyəcləsək və hətta yüngülvarı vursaq, inanın ki, bizim 24 saatlıq günümüz çox gözəl işləyəcəkdir. Axşam da 23-də yatağa uzanan zaman yatmamışdan biraz öncə, mən deyərdim bəlkə 5 dəqiqə öncə bir yaxşı bir hadisəni özümüzün televiziya ekranından, telefonumuz vasitəsilə və qarşı tərəfimiz olan insan vasitəsilə pozitiv enerji ötürsək və tezdən də yuxudan duranda həmin pozitiv enerjidən dursaq, axşam nə düşünmüşüksə, səhər də onu düşürürsək, inanın ki, bizim bütün 24 saatımız normal olar. Hesab edək ki, Asiyə xanım milyarder olmaq istəyir. Yatmamışdan biraz öncə o milyarder olacağı filmlərə baxsın və yaxud da həmin o milyarderə aid olan həyat filmini seyr etsin və yuxudan duranda birinci onu düşünsün. O mütləq bir il ərzində bunu tətbiq edərsə o milyarder ola biləcəkdir.